Sağlamlar millət, Abbasiyyə TV-yə xoş gəlmisiniz. Bugün sizi möhtəşəm bir şəhərlə tanış eləyəcəm. Daha doğrusu şəhərin bir hissəsi ilə tanış eləyəcəm. Mən bugün Almaniyanın Dortmund şəhərindəyəm. Xatırlayırsınızsa, Azərbaycanda Ağşəhər deyilən bir yeni layihə kompleksi var. Hansı ki, Ağşəhər Qara şəhərin proyekti kimi, yəni yenidən yaşıllaşdırılması kimi təqdim olunmuşdu və layihəyə başlanmışdı və bundan sonra isə hal-hazırda gördüyünüz Ağşəhər layihəsi Bakı şəhərində tətbiq olunmuş və kifayət qədər güclü bir kütləyə çatmış və bu kütlədən olan insanlar oradan ev almağa başlamış, layihələr daha da böyümüş, restoranlar, kafelər açılmış və Bakı şəhərinin hal-hazırda ən gözəl yerlərindən və ən sakit yerlərindən biri olaraq hesab olunur Ağşəhər layihəsi. Almaniyada da Dortmund şəhərində uzun illərlə dəmir zavodları və dəmir çıxarılma layihələri olunurmuş bu şəhərdə. Və bu şəhərdə ilk dəfə dəmir çıxan bir yer var. Hal-hazırda onsuz da onun yanındayım. Birazdan sizə onu da göstərəcəm. Və 2006-cı ildə yenidən yaşıllaşdırma layihəsi olaraq Almaniya hökuməti Dortmund şəhərində olan bu bölgəni yaşıllaşdırma proyektlərinə başlayıb. Bizdə olan Ağşəhər kimi, Qara şəhəri necə Ağşəhərə çeviriblərsə, eyni qaydada Dortmund şəhərində dəmir zavodunu və dəmir çıxarılma ərazisini süni gölək çevirib və Phoenix Sea adlanan layihəni ərsəyə gətirmişdilər. Gördüğünüz bu çəm mi deyək, yoxsa buna konverter mi deyək, buna Thomas konverteri deyilir bu arada. Almaniyanın Dortmund şəhərində, məsələ burada ilk dəfə 1864-cü ildə ilk dəfə çiy dəmir çıxarılması olmuşdur və bunun təsvirini hal-hazırda burada qeyd ediblər. Və bundan sonra isə artıq bu şəhər üçün yeni bir addım başlayıb, hansı ki gördüyünüz bu Phoenix layihəsi, Phoenix Almancada göl deməkdir, yəni Phoenix gölü. Bu gördüyünüz hissələrdə süni göl salınmışdır və bundan sonra isə 2011-ci ildə ilk dəfə bu göl insanlar üçün açıq bir layihə halını almış və yəni insanlar bura artıq gəlib girə bilirmişlər. Bu dövrdən sonra isə başladı bu gördüyünüz evlər tikilməyə və gölün bütün ətrafı oxşar tipli layihələrlə tikilib ərsəyə gətirilmişdir. Mən Phoenixə ilk dəfə gələndə nəyi düşünmüşdüm? Azərbaycanda, deməli, Ağşəhəri düşünün, Dədə Qorqud parkını düşünün, oradakı gölü və Port Bakını düşünün. Bunların üçünün birləşməyindən düşünün ki, Dortmund şəhərində Phoenix əmələ gəlib. Dortmund şəhər mərkəzinə ilk dəfə gələndə Almaniyadakı Dortmund şəhərinin kifayət qədər böyük şəhər, insanın çoxluğun çox olduğu bir şəhər olaraq düşünə bilərsiniz. Amma Phoenix ətrafına gəldikdən sonra Dortmund şəhər mərkəzindən ortalama 10-15 dəqiqə avtomobil məsafəsindədir. Velosipedlə də hardasa o qədər məsafə eləyir. Tam fərqli bir aləmə düşürsünüz bu Phoenix ətrafına gələndə. Buradakı insanlar məsələn xoşbəxtdir. Buradakı insanlar səhər durub qaçırlar. Buradakı insanlar kafelərdə, restoranda gözəl geyim keçimlə oturub yemək yeyə bilirlər. Bu ki, Almaniyada mənim şəxsi təcrübəmdə çox da rast gəlinməyən bir haldır. Böyük şəhərlərdə də olsun, kiçik şəhərlərdə də olsun, Almanlar adətən çox da belə həvəslə geyinib küçəyə çıxmırlar adətən. Amma bu şəhərə gələndən sonra insanlardakı tam o fərqli bir hissiyyatı görürsünüz. İnsanlar daha gözəl geyinirlər, daha hamı səliqəli geyinməyə çalışırlar küçəyə bayıra çıxanda, necə ki Azərbaycanda gördüyünüz və alışdığınız vəziyyətə. Halbuki Almaniya digər bir çox şəhərində, təbii ki, böyük şəhərləri buradan istisna eləmək olar. İnsanlar adətən maksimal dərəcə sadə həyata üstünlük verirlər. Amma burada tam fərqli bir aləm görürsünüz. Burada isə o danışdığım dəmir zavodunun belə deyək, abidəsi qurulub. Və içində kifayət qədər fərqli şəkillər var. Hansı ki, bu Phoenix ərazisini görürsünüz. Burada öncələri tam fərqli zavodların daha çox olduğu bir yer olub. İndi isə həmin ərazini göylə göstəriblər ki, bu istiqamət hamısı göy görsənən göl halına çevrilib.
Biz buranı birlikdə gəzdiyimiz ərəfədə mən istəyirdim ki, sizə buradakı evlərin qiymətlərinə bağlı məlumat verim. Burada evlərin qiymətləri deyərdim ki, son 5-6 il öncə daha ucuz idi. 2018-17-ci illərdə burada ucuz dediyim, yəni ki, ərazinin qiymətinə görə ucuz idi. Necə ki, bütün layihələrdə adətən belə olur. Layihə yeni başlayanda bunların qiymətləri başlayır kifayət qədər aşağı olmağa, zaman keçdikcə isə qiymətlər başlayır getdikcə artmağa. Burada da eyni qaydada 2017-2018-ci illərdə evlər kifayət qədər ucuz idi. Günümüzdə isə buradakı ən ucuz mənzilin qiyməti, yəni ən balaca və ən ucuz mənzilin qiyməti 400.000 avrodan başlayır. Hansı ki, bu evlərin qiyməti 2 milyona qədər qalxa bilir. Arxamda gördüyünüz mənzillərin bir çoxu layihə mənzilləridir. Hansı ki, buraları mı deyək, sonra önə gedirsiniz, digər tərəfdə villa tipli evlər mi deyək, bunların hamısını indi bir-bir gəzə-gəzə mən də sizə göstərməyə çalışacağam. Arxamda gördüyünüz hissədə isə burada göl turları misal üçün buradan təşkil olunur. Digər tərəfdə uşaqlar üçün daha maraqlı olan, misal üçün maşın formasında olan kiçik qayıqlar da mövcuddur. Və burada insanlar bir balaca xoşbəxtdir. İnsanı xoşbəxt eləyən ən birinci məsələ puldur. Yəni bunun ikinci heç bir mənası yox və açıqlaması yoxdur. İnsanların pulu olduqdan sonra bir yerdən sonra qaçmağa da başlayırlar səhərlər, idmana da gedirlər, çıxıb restoranda və yaxud yaxşı bir yerdə oturub dincələ də bilirlər, içə də bilirlər. Bu pulu olan insana məxsus bir şeydir. İnsan varlandıqca onun həyat keyfiyyəti deyərdim ki, artır. Misal üçün mən Dortmundun bir çox ərazisini gəzmişəm bu dönəmlərdə. İnsanların belə deyək, bu ərazidən uzaqlaşdıqca insanların siqaret çəkmə variantları daha da artır. Bir yerdən sonra insanları siqaret çəkən yerdə görürsünüz. Amma burada insanları idman edən, velosiped sürən, gəzən, belə deyək, çox maraqlı, çox həvəsli formada görürsünüz insanları bir yerdən sonra. Burada məsələn bir nəfər özü üçün mahnı oxuyur. Təbii ki, aləti olmasa da öz-özünə bir alət düzəldib, əlində nəsə çalırmış kimi görsənir. Nə bağırıyorsun lan? Estağfurullah. Neyse, belə şeylər yəni dünyanın hər yerində olur bu arada. Bu gördüyünüz hissələr də baxın, insanlar necə xoşbəxt qaçırlar. Skuter sürənlər var. Velosiped sürənlər var. Bu gördüyünüz bölgələrin demək olar ki, yəni gölün bu hissəsinin əsasən mənzillərin hər birinin aşağısında fərqli restoran və kafelər mövcuddur. Və digər gördüyünüz tərəfdə oradan gəlirik, orada da eyni qaydada bu tip kafe və restoranlar mövcuddur. Amma uzaqda gördüyünüz Phoenix'in digər tərəfində olan hissələrdə isə əsasən sakit yaşayış məkanlarından ibarətdir. Bu arada izləyicilərimə buradan bir məlumat da verim. Sentyabr ayından etibarən mən Məhəmməd Abbasidə Dortmund şəhərində işləməyə başlayacağam. Xəstəxanamı dəyişmişəm, yeni klinika, yeni başlanğıclar və karyeramızı kifayət qədər artıra üstünə qoya getməliyik. Bunun üçün Dortmund şəhərinə köçməyə qərar verdim. Burada olan mənzillər əsasən hissə-hissə, kiçik-kiçik bölgələrə bölünərək fərqli formalarda tikilib. Hiss eləyirsinizsə, bu arxada gördüyünüz mənzillər daha modern tiplə tikilmiş mənzillərdir. Digər tərəfdə Ağşəhərdə olan mənzillərə bənzəyən ağ örtüklü mənzillərdən ibarətdir. Və irəlidə olan hissələrdə isə əsasən kiçik 3-4 mərtəbəli, hətta 2 mərtəbəli evlər də bu dəqiqə görürəm orada, binalar və həyət evlərindən ibarət. Az öncə maşınla oradan gəzirdim. Çox qəşəngdir. İndi ayaqla yavaş-yavaş o tərəfə getməyi düşünürəm və planlayıram. İnsanlar progresə getmək üçün adətən bu tip şeylərə əl atırlar və dövlət də bu tip yaşıllaşdırma prosesləri ilə yəni bir şəhərdə yaşayan insan kütləsinin həyat keyfiyyətini artırmaq üçün çalışır. Yenə qaçırlar. Yəni burada qaçan insan çox görürsüz. Buradan uzaqlaşdırsa qaçan insanlar azalır. Onlar harasa qaça-qaça gedirlər, tələsirlər. Yəni onların işi odur. Sən belə xoşbəxt görsənirsən, yəni ördək belə xoşbəxt görsənir.
Əsas məsələ qarındı. Yenə qaçırlar. Yaxşı bir bunu yeyək. Gözəl mənzərə qarşısında və biz də xoşbəxt olmağa çalışaq. Siz də xoşbəxt olun. Bu da sizlərə mənə çox maraqlı gələn Phoenix təcrübəsi Dortmundda. Siz kanala abunə olub videoları bəyənməyi unutmayın. Bu tip maraqlı videoların gəlməsini istəyirsinizsə şərh bölməsində də fikirlərinizi bildirin. Görüşərik növbəti videolara qədər. Sağ olun.